Azərbaycanda artıq neçə həftədir ki, açıq şəkildə hicaba təzyiq göstərilir. Hicablı tələbələr məktəblərdən qovulur. Hicablı ali təhsilli müəllimələr işdən uzaqlaşdırılır. Onların qarşısında seçim qoyulur. Ya hicabdan imtina et, ya da təhsilindən və işindən. Bu artıq ayrı-ayrı hadisə deyil, sistemli prosesdir. Mehdiabad qəsəbəsində hicablı müəllimələrə açıq deyilir. Ya başınızı açın, ya da işdən çıxın. Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 1, 2 və 4 saylı tam orta məktəblərdə hicablı qızlar dərsə buraxılmır. Biləcəri 299 saylı məktəbdə, İmişli 8 saylı məktəbdə oxşar hallar yaşanır. Masallıda isə hicablı qızların və hətta onların atalarının adları siyahıya alınır. Bu nə deməkdir? Təhsil sistemi yoxsa insanlara təzyiq mexanizmi? Amma məsələ bununla da bitmir. Bakının Xətai rayonunda yerləşən 152 saylı məktəb, yəni Xabad Or-Avner Cuhud məktəbi rəsmi olaraq dövlət məktəbi kimi fəaliyyət göstərir. Orada isə dini dərslər keçirilir, dini geyim qaydaları tətbiq olunur, oğlan və qızlar ayrı təhsil alır. Təhsil dini günlərə uyğun qurulur və buna heç kim qanun pozuntusu demir. Amma müsəlman bir qız başını örtəndə problem olur. Bu artıq müsəlmanlara qarşı açıq və danılmaz müharibədir. Əgər qanun varsa, Cuhud məktəbində də tətbiq edin. Əgər etmirsinizsə, deməli məsələ qanun deyil, qərəzdir. Açıq deyirik, bu ucuz və riyakar siyasəti dayandırın. Bu xalqın inancı ilə oynamaq olmaz və buna görə də heç bir məmur və ya hansısa qurum məsuliyyət daşımır. Bu qanun birbaşa dövlət tərəfindən konstitusiyanın çeynənməsi və müsəlman xalqa qarşı açılmış bir müharibədir.